Salamlar hər kəsə. Yeni bir videola qarşınızdayam. Bilirəm, çox vaxt video gəlmir. Hamınız deyirsiniz ki, 100% hamınız deyirsiniz ki, o videolar hardadır. İnşallah gələcəkdə videolarımız daha çox gəlmə davam edəcək. Amma tutaraq yəni o həyat danışığından keçək əsas videomuza. Bu dəfəki videomuz nədir? Gördüyünüz kimi yanımızda bir dənə 2025 Bronco Sport var Ford'un. Və sizə onu təqdimatını eləyib, biraz da xüsusiyyətlərini danışıb, yəni test sürüşü falan, onları birlikdə sizə göstərəcəyik. Dediyimiz kimi dostlar, bu 2025-ci ildir. Yəni ilk qabaqdan başlayaq. Bronco, yəni Ford yazılmayıb, baxmayaraq ki, Ford'un demək olar çox modelində Broncolar xaric, hamısında Ford logosu olur, amma burada ancaq Bronco yazılır. Ford logosunu görmək demək olar ki, olmur. Sadəcə bir dənə yerdə arxada ki, onu da sizə göstərəcəm. Amma burada gördüyünüz kimi LED işıqlarımız var. 2005 modeldir, olmalıdır bu. Hani sarı işıq falan olmaz elə şeylər. Burada bir dənə reflektorlarımız var. Alt tamamilə bumper olaraq plastikdir. Sonra yəni burada da bizim burada AVRN işıqları var, döngü işıqlarımız. Rusca sözlər işlətsəm də yəni azbadan çünki heç demək olar işlənmir. Burada da işıqlarımız var, yəni LED-lərdir hamısı. Yəni bu xoşuma gəldi. Dizayn incə bir dənə LED-imiz var, amma deyəsən yandı bu şeylərdir. Parkovka işıqlardır, amma yanmır bu dəqiqə. Öz işıqları yanır. Onu da gedək yandıraq sizə bir dənə göstərim. Yanmır. O LED-lər yanmır demə. Mən elə bilirdim yanır, amma bundan yəni fake-dir. Dairələr yansaydı çox məncə daha qəşəng bir görünüş verə bilərdi bəlkə də maşına. Və yana keçdikdə disklər 17 inçli Continental Pro kontaktlarla bir yerdə gəlir. Sizə də onu deyim ki, bu Big Bend modeldir. Yəni altdan səhv eləmirəmsə ikincidir. Ən üstdən deyil əlbəttə ki. Burada bir dənə plastik var, bilmirəm nə işə yarayır. Yəni elə belə qoyublar dizayn üçün böyük ehtimal. Və burada hər tərəf plastikdir. Offroading olduğu üçün yenə deyirəm, offroadingə fokuslandıqları üçün Ford şirkəti. Buralar hamısı plastikdir ki, daş falan dəyəndə maşının kaskasını cızmasın, plastikə amma cıza bilər. Həmçinin elə şüşələrimiz qara rəngdədir, maşının kaskasından fərqli olaraq. Burada plastikdir, yəni dediyim kimi daş falan dəyəndə şey olmasın deyə. Qapı qulplarımız da həmçinin qara rəngdədir və qapılarımızda açarsız giriş sistemi var. Bu tərəfdə də var, amma arxalarda yoxdur təəssüf ki. Görməyə yaxşı olardı, amma bu qiymətdə yəni qiymətdə birazdan danışacağam. Yəni görmək çətindir. Amma açarsız giriş sistemimiz var. Buna basanda maşın bağlanır. Əlinizi belə qoyanda isə maşının qapıları açılır. Arxaya keçdikdə yavaş-yavaş yenə reflektorlarımız var. Deməli, burada gördüyünüz kimi bu stop deyil də, yəni bu işıqları bəyəndim. Dairədir, çərçivə kimidir dizayndır. Amma arxada sensorlarımız var. Həmçinin də bizim bir dənə arxa kameramız var. Amma yəni sensorla arxa kamera biraz məntiqsizdir yəni. Çünki kamera varsa sensor neysən, bunu qabağa qoy. Çünki qabaqda kamera yoxdur. Yəni ya kamera qoy, ya sensor qoy da qabağa. Yəni ikisini niyə bura qoyursan? Yəni belə də bir İnsanlar belə də düşünə bilər. Yəni mən elə düşünürəm, bəlkə bir səhv düşünürəmsə deyə bilərsiniz Ford şirkətinə. Deməli, buradan Murad yaxınlaşdırsan, buradan glass yazılıb, yəni şüşə. Burada da door, yəni baqaja aça bilərsiniz. Mən indi glassa bastım. Üstə aça bilərik glassa bastığımızda. Yəni buradan yüngül bir şeyiniz varsa, buradan yenə atırsınız içəri ya da götürməyə. Bütün baqajı açıb ya özünüzə yük eləmək məcburiyyətində deyilsiniz. Bu da yəni Broncolarla eynidir. Orijinal Broncolarla. O da videosu var kanalımda. Açıqlamaya yoxsa videoya linki qoyacağam. Bura basanda isə normal baqaj açılır, amma elektronik deyil, əlinizlə açmalısınız. Belə düz açılır. Maraqlı bir şəkildə. Düppəli yəni belə 90 dərəcədir, baqaj özü də düzdür, yəni. Bəs birinci şüşəni açsalar, sonra bunu açmağa çalışsalar nə olacaq? Onun məncə problem olmaz, yəqin ki. Gəlin test edək. Ford şirkəti görə kameraman yaxşı sual verdi. Biz birinci bunu açsaq nə olar, sonra baqajı açsaq nə olar? Yəni yoxlayaq. Heç nə olmur. Və baqajı keçdikdə elə, biraz da baqajdan danışaq. Burada təkər yoxdur, ya da təkər altdadır. Təkər yoxdur. Bəli, təkər yoxdur təəssüf ki, amma təkər dəyişmək üçün alətlər var. Təkərin özü isə bəli, yoxdur təkər təəssüf ki, olsaydı qəşəng olardı. Amma baqajı belə böyükdür. Yəni bura çamadan falan qoymaq olar. Aeroporta gedəndə o böyük çamadanlarınız varsa təkərliklərdən qoymaq olar. Stendikləri buradan yatırtmaq olmur. Olsaydı qəşəng olardı. Yəni bura düymə qoysaydılar, amma yoxdur. İndi keçək kaputa. Bəziləriniz yəni bunu maraqlana bilərsiniz mühərriklə, əsasən də benzin falan cəhətdən belə keçirdir. Yəni elektronik deyil, elektronik olsaydı yaxşı olardı, amma yüngül kapotu var. Çox asandır yəni qaldırmaz. Dəyə baxanda hər şey açıqdadır. Yəni bu Fordun bütün maşınlarında demək olar belə olur deyəsən. Hər şey açıqdadır, belə heç nə üstünü bağlamayıblar. Bəzilərinizin xoşuna gələ bilər, bəzilərinizin yox. Amma belə çişir görsənir. Amma hər halda yəni plastik falan daha az olduğu üçün daha asan üstündə işləmək olar. Bu motor 1.5 turbodur.
1.5 EcoBoost gəlir, orijinal, amma EcoBoost yəni turbo deməkdir Fordun dilində. Maşının 181 at gücü var, 190 ilə 200 arasında. İndi hara baxdığınıza baxır, hansı mənbəni işlətdiyinizdə, amma torku var 200 pound-feet of torque. Benzini ortalama şəhərdə 27 mpg-dir, Amerikan standartında. Onu da 100 km neçə litr yazdığın, yandırdığını altda yazacağam. Başqa bir şey yoxdur. Ustalar üçün işləməyə rahatdır. Biraz rahatlığı var ki, yəni ustalar üçün işləməyə yeri var, amma məncə Fordu yəni eşitdiyimə görə heç bu ustalar üstündə işləməyə əslində bəyənmirlər, çünki çətindir. Amma belə görünür, açıqdadır, hər şey rahat, asandır, amma məncə yəni bu yanıldıcı bir asanlıq var burada. Nüans. Burada xalça olmalıdır. Hə, xalça yoxdur, o bəlkə də istilik falan ya da səsi biraz daha içəri keçirdir. İndi hamının gözlədiyi əsasında içərini biraz sizə göstərim. Bu arada güclülərdə yəni blind spot monitorumuz var da, yəni kör nöqtə monitorumuz olsun yəni 2025 maşında. Amma bu belədir görünüşü. Sadə maşında yəni çox bir şey yoxdur, yəni deyim ki, ahəm-şahımlı bir şeydir, amma off-roading hissi verdi. Yəni burada belə sərt biraz Fordun yəni yanaşması o bütün maşınlarında da, amma sərt bir hissiyatı var. Yəni qapılara baxanda, yəni bunlar düymələr, şüşələr qaldırma düymələrimiz heç biri avto deyil. Sadəcə sürücü tərəfdəki avto düşür aşağı, amma yuxarı qalxması avto deyil. Yəni o olmalı idi məncə. Yəni o Ford o eləyərkən nə düşünür bilmirəm. Burada su qoymağa yerimiz var. Burada da biraz dərinə gedən cibimiz var. Spikerlərimiz, plastiklər falan. Biraz bu qol qoyanı məncə balacadır. Bunu böyüdə bilərdilərsə yaxşı olardı. Amma içəriyə daha çox keçdikdə qapımdan bir tərəfə, yəni burada işıqlarımızın kontrolları var. Burada işıqlarımızı parlaqlığını azaltmaq, bagajı açmaq və rolumuza gələndə rolumuzda bəzi kontrollar var. Misal üçün burada səs azaltma, adaptiv cruise control, yəni o qabaqdakı maşına görə özü sürə bilir, amma xətti dəyişənmir özü yəni. O olsaydı yaxşı olardı. Fordun bəzi çox modelində, üst modellərində olur Blue Cruise, amma bunda yoxdur təəssüf ki. Deməli biraz ortaya keçəndə bizim burada shifterimiz var. Yəni bizim bu D, PR, ND, yəni bildiniz də siz nədir? Belədir yəni modern şəkildə. Yəni burada breakimiz var. Bu avto holdumuz, yəni torumuza basanda, svetoforda falan bu sizin torunuzu özü saxlayacaq. Siz ayağınızı çəkib maşın özü torumuzda saxlayacaq özünü. Start stopunuz burdadır. Burada maşının sönüb yanmasını, yəni avtomatik sönüb yanmasını buradan söndürə bilərsiniz. Şüşə istiləcəyimiz, avarendilərimiz, sonra traction control. Bu ekranın sönmə düyməsidir. Bu da kameramız, arxa kamerada onu göstərə bilərik. Burada da səs düyməmiz. Yəni bura çox basit bir şeydir. Yəni düymələri falan azdır. Çoxsa əsasən burdadır bütün kontrol, kondisioner üçün falan. Və burada da bizim GOAT mode, Fordun sport modu, off-road modu bunlardan, buralardan dəyişə bilərsiniz ki, onu da sizə bir yaxın vaxtda göstərəcəyik. Başqa da yəni qabaq tərəfdə heç bir şey yoxdur. Gəlin indi sizə maşını yandıraq və həm ekranı, həm də səsini falan dinlətdirək. Gördüyünüz kimi yəni Ford'u, bura bizim elektronik ekranımız var, full elektronikdir. Və burada full elektronik, yəni digital ekranımız var. Burada bəzi modlarımız var ki, bəzi ekranda yəni dəyişikliklər görə bilərsiniz. Məsələn, MPG-lərimiz, yəni yanma, benzin sərfiyyatı, sonra off-road modumuz var, yəni maşın hansı tərəfə dərəcəliyini göstərir. Burada bəzi modlar var, driver assistant, yəni driver köməkçiləri sürücü üçün və s. və ilaxır çox dərinə getmək istəmirəm. Yəni sizə bir şey göstərim ki, yəni bu GOAT moduna yəni dəyişəndə, fırladanda bəzi modlar yəni normal, bu dəqiqə biz normaldaydıq. İndi slippery'yə keçdik, yəni sürüşkən modda. Yəni qar yağanda falan bu modda işlədə bilərsiniz. Sonra Eco modumuz var. Sonra sport modumuz var ki, yəni sport modda da ekran biraz tamam olaraq dəyişəcək. Gördüyünüz kimi qırmızı daha aqressiv göründü. Və bir dənə də off-roading modumuz var. Yəni bu maşına off-roada nə qədər gedərsiniz bilmirəm düzü yəni desəm. Çünki elə də yəni çox da bacarıqlı maşın deyil off-roading üçün. Yəni buradan Bronco varkən, əsas sonra Jeeplər varkən bu maşın yəni zəif qalar. Amma halbuki yəni istəsəz maşını götürə bilərsiniz off-road. Burada Apple CarPlay'imiz var. Gördüyünüz kimi böyük ekrandır. Apple CarPlay'imiz yəni rahat, sadə olaraq işləyir. Sonra buradan kondisioner kontrolumuz var. Hamısı ekrandadır. Yəni təəssüf ki, yəni burada düymə olsaydı daha rahat olardı məncə. Onu Ford şirkəti düşünə bilər. Buradan fan speedimizi, kondisioner yəni dediyim kimi
Və təəssüf ki, burada Sidenik istilədicilərimiz yoxdur. Olsaydı yaxşı olardı, amma yoxdur. Yəni bu qiymətdə görməyə dəyər. Qiymətdən də danışmışkən, qiymət də göstərək. Bu qiymət maşın bu dəqiqə 32.690 dollar gedir və gördüyünüz bütün bu base model gedir, yəni bu base model üstündə heç bir şey yoxdur. Yəni 32.000 dollara Sidenik istilədicisi olmalıydı. Təəssüf ki, yoxdur, Ford şirkəti qoymayıb. Burada da bizim güzgülərimiz var. Güzgülərimiz də elektronik deyil. Təəssüf ki, əllə işlətməlisiniz. Və işıqlarımız, kontrollarımız bura açıq qoya bilərsiniz. Böyük bir dənə günəş üçün sunvisor deyirlər, bilmirəm, Azərbaycanca. Sonra burada da balaca bardaçoku var. Elə də böyük deyil, amma elə də balaca deyil əslində. Orta boyda bardaçoku var. Çox da mənalı bir şey yoxdur. Burada da yeri var, amma balacadır. Yəni bura qoya bilərsən. Bura neçə dənə simit gələr bura? 3 dənə simit qoyar, 4 dənə simit qoya bilərsən. 2 dənə bura. 10 olar, 10 yerləşdirmək olar. 10 olmaz. Balaca olsa... Balaca simit olsa yerləşdirərsən. Böyük simit olsa 5 dənə maksimum bura öldür. Memar Əcəl metrosunun yanında, o Elçin dönərin yanındakı o yerə geçsəz, buradan 5 dənə simit, orada 5 dənə simit olsa 10 dənə simit adam başına apara bilərsən. Adam başına, yəni 50 dənə simit. 60 dənə. İndi arxa Sidenikimizə gələk. Gördüyünüz kimi bu arada Sideniklərimizdə oturacaqlarımız. Bəziləriniz deyə bilər ki, Sidenikdə oturacaq. Oturacaqlarımızda iki rəng var. Yəni boz rəngi və qara rəng. Yəni əslində bəyənirəm iki dənə rəng olmasını. Burada parça dəri kimi bir şeydir. Böyük ehtimal dəri deyil də, bu fake dəridir. Real olmayan dəri. Amma bundan fərqlidir bura. Bilmirəm niyə. Yəni burada eyni material işlədir burayla. Burada kondisioner çıxışlarımız var, o yaxşıdır ən azından var. 2 dənə də USB-C doldurmaq üçün yerimiz var. Buradan tutursan belə off-roading eləyəndə belə gedir. Amma elə də off-roading cırıl getmiyorsun. Buraya indirəndə 2 dənə su qoyanımız çıxdı ortaya. Başqa da ki heç nə, amma belə yaxşıdır, rahat qalır əlim belə getsin. Şeyi göstəreyim, sizə necə indirmək. Gəlmə buradan basırsan belə. Çətindir, sonra əlindən çəksən. 60-ın qırxadır. Sizə belə indirirsən, sonra qəşəng bir dənə yer açılır. Buradan belə işte matras qoy yatda yəni. Deməli indi dostlar biz biraz belə şey yerdəyik. Düz olmayan yerdə. Və maşın əslində içəriyə çox vermir, çünki off-roading maşını olduğu üçün dediyim kimi. Hətta off-road moduna qoyalım. Əslində yazıb burada ancaq off-road yerdə eləyim bunu, amma mən off-roada qoydum ki, biraz maşına ağır gedir. Məsələn, qaza basırsan, daha az tərpənmək istəyirəm. Amma belə, yəni içəriyə dırıltını çox da vermir və maşın elə bir şey, RPM-i biraz yüksəkdə saxlayır. Kimi də gəldi. Normal moda qaydaq lazım deyil bizə. Maşın gedib biraz da turbo səs əslində verir içəri. Amma maşın özü deyim ki, həqiqətən bu segmentdə məncə ən səssiz maşınlardan biri ola bilər. Sadəcə bir dənə səs gəlir, o da təkərin öz səsidir. Onu da Ford yanı üstündə biraz işləsə, bu maşın əslində çox yaxşı səssiz maşın ola bilər. Yəni bu maşın amma biri onu da deyim ki, 1.5 turbo olduğuna görə deyiləm məncə. 180 at gücü var, amma 180 at gücü kimi getmir. Yəni, mən bunu bu dəqiqə dibləsəm, bu dibdir indi. Maşın çox gec reaksiya verir və 100-ə indi çatdıq. Yəni, 40-dan biz hələ yığdıq 100-ü. Yəni, çox gec yığır əslində bu sürəti. Yəni, bu segmentə görə məncə zəifdir, amma bilmirəm 0-dan 100-ə vaxtından baxmamışam. Dözünü açıq desə, amma onu da bəlkə vaxtı test edə bilərik. Bir də qəşəng bir şey deyim ki, yəni kapot görünür, o bütün demək olar segmentdə heç birində görünmür. Amma biz burada bunu görə bilirik və yəni dediyim kimi o xəttlər də maşının ortalamasına kömək edir xəttdə yəni falan. O kapotda olan o. Başqa da maşının bir şeyi xoşuma gəlmir. Biraz görünüşü azdır, çölü əslində çox görmək olmur. Yəni belə baxırsınız, böyük plastiklər var, çölü görənmirsin. Yəni kör nöqtəmiz daha çoxdur, ya arxa olsun, Sideniklər tutub, biraz da çərçivə falan. Yəni bunlar hamısı əslində pisdir, visibility üçün, görünüş üçün. Amma məncə bu elə də yəni mənim üçün elə böyük bir problem olmaz. Çünki dediyim kimi kör nöqtə monitorları olduğu üçün məncə onun problemi yoxdur. Və dostlar, indi də son yəni sizinlə fikirlərimizi bölüşək və videonu tamamlayaq. Və dostlar, son
sizinlə fikirlərimi bölüşüm. Yəni bu maşını şəxsən mən özüm almazdım. Niyə almazdım? Çünki mənə görünüşü xoşuma gəlmir əslində düzün desəm və çox sadə bir maşındır. Düzdür, lazım olan sizə hər şey var, amma məsəl üçün bəzi şeylər var ki, görmək istəyərdim. Məsələn, sirenik istədilər yoxdur, qış aylarında lazım olur. Yəni başqa güvənlik önləmləri yoxdur. Məsəl üçün sadə bir şeylər, güzgülərdə dönmə işıqları olsaydı, məsəl üçün o daha yaxşı bir şey olardı. Yəni, Avropada bunlar qanuni olsa da, Amerikada qanuni olmadığı üçün Ford kimi şirkətlər qoymur bəzi ucuz maşınlarda. Yəni elə şeylər var ki, yəni bəyənmirəm və görünüşü də o deyil. Sürəti də çox zəifdir. Yəni həqiqətən, yəni 32 minə buna dəyərmi? Məncə dəyməz. Yəni başqa alternativlər var 32 minə. Məsəl üçün Toyotalar ola bilər, RAV4-ün Toyotalar var, RAV4-lər ola bilər. Bəlkə bir il köhnə, amma yəni bundan daha yaxşı olar məncə. Sonra Hyundai'lar var, təzələri ala bilərsiniz bəlkə də. Mazda var, Japonlardan əsasən sayıram, Koreyadan. Və yəni kompetitorlar, yəni rəqibləri daha yaxşıdır məncə. Amma yəni bunu da istəsəniz off-road maşın kimi, Ford istəsəniz bunu ala bilərsiniz təbii ki. Və dostlar, Azərbaycanda olmadığını düşündüyünüz, amma Amerikada tapılan maşınlar varsa, siz onları yəni yorumlarda bəlirsəz, yəni biz onlardan çalışıb siz üçün tapıb göstərməyə istəyə bilərik. Yəni bir-iki əslində ağlımda markalar var ki, onları indi demək istəmirəm, sürpriz olsun. Amma siz onları düşünürsünüzsə, yazın yorumlarda, biz də onu çəkməyə çalışaq əlimizdən gəldiyi qədər. Sizinlə mən sağollaşmaq istəyirəm. Bu Ford Bronco idi 2025-ci il. Gələcəkdə də bir daha videomuz olacaq, inşallah yaxın vaxtlarda. Onu da izləmək üçün abunə olub, videolarımızı izləməyə davam edin ki, o videonu da yükləyəndə siz ondan xəbərdar olasınız.